Tələbələr arasında iş, ev, universitet, yorğunçuluq olur, metroda sıxlıq, gün-gündən qiymətlərin artması, bunların hamısı gətirib çıxarda bilir cavanlar arasında, ən çox da tələbələr arasında infarktı. Məsələn, az bal toplayanlara ailələr çox pis təhdid edir. Yəni deyirlər ki, evə gəlmək və yaxud ged özünü at öldür. Yəni belə mənim dostlarımdan da var bunu deyənlər. Yəni ona görə məncə onun stresindən, həyəcanından infarkt keçirib ölürlər. Ailə baskısı ola bilər, yəni ki, imtahan stresi falan da ola bilər. Böyle ən əsas səbəb ailə içi olan problemlərə, yəni ki, qırağa çevrilməməsi, öz içində uşağın həll eləmək problemləridir. Bu qədər yəni ki. İnsanlar var ki, ailəsi baskı edir. Yəni imtahana girməsi üçün. Məsələn, biz imtahan veririk 11 illikdə universitetə daxil olmaq üçün. Ailəm baskı edir ki, yəni bu universitetə girməlisən də məcbur. Yəni gənclərdə ona görə belə səbəblər artır ürəklə bağlı. Qidalar məsələn infarkta səbəb ola bilər. Psixoloji problemlərdir, evlə bağlı. Daha sonra uşaqların hər hansı bir aludəsi işə qoşulması, məsələn hansısa bir oyun saytlarına və ya sonra o psixoloji təsir eləyir. Ailə ilə bağlı travmalar ola bilər. Belə.